pürüzsüzleştirməni bağladım. Sizi şöyle yakına alayım. Birinci, üzümü sadece nemlendirmişəm gördüğünüz kimi. İlk olarak Tanalni'den başlamak istəyirəm. Baxaq görə birinci hansı rəngimizə düşür. Mən elə bilirəm bu düşəcək. Baxaq. Elə öz süngərlərini öz makyaj sabitləmə spreyləri ilə ısladırıq. İndi birlikdə tətbiq eləyək. Fikirlərimi bildirirəm. Deməli, parlaq bitişli bir Tanalni'dir. Son zamanlarda da Türklərdən eşitmiş olarsınız, cam cilt görüntüsü çox moddadır. Ona görə çox bəyəndim. Örtücülüyü ortadır. Yəni mən bunu həm özəl günlərimdə rahatlıqla istifadə edə bilərəm, həm də gündəlik istifadə edə bilərəm. Elza'nın qaş sabitləyicisi. Bir şey düşdü ama umarım sponge değildir. Hər dəfə deyirəm makyaj videolarında çox danışmayacağım, çənim düşməyəcək, amma çox danışıram. Bu nədir? Sabitləyici həqiqətən super. Bir şey deyim. Göz üçün shimmer istifadə eləmək istədim. Buna bir dənə baxın da nə olar. Görün necə parıldayır. Çox qəşəngdir. Hemen kipri taxıb gəlirəm. Bir şey deyim. Kipri taxmağın bu qədər rahat və bu qədər asan bir şey olduğunu bilmirdim. Çok qəşəng olmadı. Uzun kipriklərim var şu an. Ben bunu günlük işlədərəm, ciddi deyirəm. Çox gözəl oldu. Mən bunu istifadə eləmək istəyirəm. Bir də buna baxın. Bir dəqiqə. Just a minute. Üzümə də bir renk gəldi həqiqətən. Çok zər olduq. Məncə biraz matlaşmağa ehtiyacımız var. Məncə ya bu, ya bu. Amma çox arada qaldım şu an. Gəlin bunu vuraq. Maşallah aplikatora məhsul çox gəlir. Bir saniye. Son olaraq üzümüzə makyaj sabitləmə spreyimizi vururuq. Çok oldu biraz. Evet arkadaşlar, makyajımın son halı, makyajımın sizce necə oldu? Bence hiç alışılmadıq, məni görmədiyiniz bir makyaj tipi oldu ve ben çok beğendim. Çok qəşəng oldu. Puanlayacağım.